Taze bir Bismillahirrahmanirrahim bir ayet ayat-ı kerimeden. Bir ayeti. Ki İmam Rahmetullah Teala aleyh şerh duayı seherde buyuruyor ki ibaret nəqlili mərhum Molla Sadradan ki mərhum Molla Sadra buyuruyor ba Bismillah Allah 70 hicab vurub nazil eləyibdi. Ya 1000 hicab vurub nazil eləyibdi və illa əgər ba Bismillah o ki Allahın məhzərindədir həmin nurundan təcəlli eləsəydi aləmi həsti və təbiət hiç qabiliyyət yoxdur, hamısı xakistər olardı, hamısı yanardı. Ba Bismillah. Bəd imam buyuruyor ki Molla Sadra bəlkə 70,000 hicab vurublar, nə 1000 hicab. Yəni bu həqaiq biz aləmi çirkindöy, aləmi təbidöy bir xətt görürük, bir nivişdə görürük. O həqiqətə varid olmaq, onun həqiqətin Peyğəmbərin vücuduna Pərverdigar aləm nazilliyib, nə əlifazı. Peyğəmbər özü eyni Qur'andır. Liza zat-ı əhədiyyət buyuruyor Aya sənin sinövi açmadım, aya sənin sinöv şərh eləmədim, Peyğəmbərə buyuruyor. Əgər mən sənin sinöv açmasaydım, məgər qabiliyyət tapardım həqaiqi almağa. Pəs Peyğəmbərə Allah təbarək və Teala əvvəl məğz verək, lob verək, ulul əlbab olək, məğzidar olək. Liza əvvəl kəsi ki ayi ulul əlbabi oxuyay, Quranda ulul əlbabi vəsf eləyib buyuruyor. Onlar o əşxaslarla ki yəzkurunəllah qiyamən və quudən در həmi hal Allah yadındadırlar. Həmi halda. Yəni iki şey amili kəmal insandır. یک zikr, دو fikr, əndişə. Pərverdigar aləm buyuruyor həm fikrə gedəylər, fikri ibadiləri vardı. Hem zikr Pərverdigar aləmə, yad Pərverdigar aləmə məşğuldular. Fikr insanı buraya müntehi eləyir ki Rəbbənə ma xələqtə haza batilən, subhanəkə fəqnə azabənnar. Vəqti insan seyir eləyir afaqıda, bu həqiqətə çatır ki bu aləm ruhi hikmət bina olubdur. Ondan insan etiraf eləyir. Allah sən batil xəlq eləməyibsən, sən düz xəlq eləyibsən. Mən batil fikr eləyəm, mən birahə yol gediyəm. Peyğəmbər əvvəl kəsdi ki bu ayəni alıb və gecələr oxuyub və gecəni sübhəcən ağlayıbdır. Bu ayəni oxuyanda Bilal Həbəşi sübh namazına çağıranda görək Peyğəmbər ağlayır. Ya Rəsulallah niyə ağlayırsan? Buraya bu ayi ulul əlbab məni ağladı. Sinəsin açıbdır zat-ı əhədiyyətin Peyğəmbərin zindəgisi mənidar eləyib. Ta insanın sinəsi şərh olmasa tohid verilməz insana. Və ta tohid verilməyib insan biməğzidir. Məğz yoxdur həyati adəminin. İnsan görə məğzidar olar. O da görəysən qahı uşaq bir dənə ənarı alar, sıxar, suyun içər, çəkər suyun içər, ondan pustəsini atar. Gendən baxan deyər əbəd ənar vardır. Amma ənar deyil, onun ənarın məğz olmasa ki ənar deyil, bir qabıqdır da, bir pustədir. Qahı insanın fəqət zindəgisinin pustəsi qalır. İnsan Allahdan qırsa fəqət pustindir, ondan sonra bir şey yoxdur. Pəs məğz zindəgiyə insan vardır. Pərverdigar aləm Peyğəmbərə məğz zindəgi verək, ondan Peyğəmbər məna tapır. Əgər o məğz verməsə Peyğəmbərin mənası yoxdur. Əli də şagird Peyğəmbər olur. Həzrət özü buyurdu, Rəsul Əkrəm buyurdu, məni ədəb eləyən zat-ı əhədiyyət özüdür və gözəl müəllimdir və gözəl məni tərbiyyət eləyibdir. Hər bir ayə-i Qur'an bir dərsdir Peyğəmbərə. Hər bir ayə-i Qur'an əvvəl Peyğəmbərlə danışıbdır Pərverdigar aləm, dərs veribdir Peyğəmbərə. Əhsənə tədibi. Buraya məni Allah ədəb eləyib. Yəni mövcud ba ədəb در aləm xilqət Peyğəmbərdən yuxarısı yoxdur. Hətta Peyğəmbərin qoyunu var idi, çobana qoşaydı. Rivayətdə varımızda kafidə varid olurdu. Həzrət Yunus çıxdı, o çobana baş vura gördü, çoban biyabanda libasını çıxardı, lüt əyləşibdi. Burəhənə. Gəldi o çobanı görəndə gördü ki Həzrət gərək libasını tez əylinəcəkdi çoban. Həzrət gəldi o çobana dedi bundan sonra da mən qoyunumu sənə qoşmayacağam. Sən mənim qoyunumu otarma ginəm. Ərzlədi, ya Rəsulallah, niyə? Biz o insanı ki, Allahla ədəblə oturub durmasa, ona işimizi tapşırmərük. Əvvəl ədəb var Pərverdigar aləm. İnsan həmə halda görək özün Allaha təhvil verər. Peyğəmbər buyurdu, işi o kəsə veririk vəl o çobanlığı ki, Allahla ba ədəb ola, özün məhzər Pərverdigar aləmdə görə. Hudud hər şeyi aləmdə müraat eləyə. Əmirəl-Müminin ədəbi məna elədi. Buyurdu, ədəb odur ki, mərz tohidə təcavüz eləməyəsən, öz hududu tanıyəsən. Allahın mərzinə təcavüz eləməyəsən. Əl-ədəb hifz hudud hər şeydir, hər şeyin həddini saxlamaqdır. Allahın mərzinə keçməyəsən. Əhkamullah, Allahın hududidir, tilkə hududullah.
Pərverdigar aləm məgər Quranda buyurmadı, əhkamı bəyan eləyəndən sonra bunlar Allahın hududidir, bunlar Allahın mərzidir, din Allahın namusidir. Zat-ı əhədiyyət özü buyuruyor, Pərverdigar aləm əvvəl peyğəmbəri nədə bilir ki Allahın qabağında əbd-i məhz olayır. Əbd-i məhz bir məkruh peyğəmbərdən baş vermir, bir müstəhəb peyğəmbərdən tərk olunmur. Bu ədəbdir də tabi rəsəd be haram. Əli də mənim tərbiyyət şüdəmdir, Əlini də ədəb eləyəm mən özüməm. Həzrət özü buyurdu, mən tərbiyyət şüdəyi peyğəmbərəm, şagirdi xüsusi peyğəmbər mənəm. Yəni peyğəmbəri şərh-i sədr eləyən Allahdır, Əlini şərh-i sədr eləyən həmin peyğəmbərdir ki, o da müəllim aləmi vücuddur. Yəni Allah verib daraisin peyğəmbərə, peyğəmbər daraisin verək Əli ibn Əbi Talibə. Liza peyğəmbər buyurdu, hər ayiş Quranda nazil olub pakan aləmi tərifləyibdir, dünyanın salih insanların tərifləyibdir. İmamuhum Əli peyğəmbər buyurdu, hər yanda Allahın bir ayə nazil olub mütəhhər insanları tərifləyibdir, gözəl insanları tərifləyibdir. Peyğəmbər buyurdu, onların imamı Əlidir, yəni rəsində Əlidir.